Salam müəllimlər, mən kurikulum təlimçisi Xalidə Bəzadə. Bugün sertifikasiyada kurikulum suallarından bir neçəsinin izahını verəcəm sizə. Deməli, sual belədir. Mağazalarda müxtəlif indirim kampanyası təşkil olunmuşdu. Həmin mağazalarda indirim kampanyasından ən səmərəli olanı seçin. İdraki sahənin hansı mərhələsindən istifadə olunmuşdu? Dikkat yetirsək müəllimlər, elə burada açar söz var. Ən səmərəli olanı seçmək. Təbii ki, bu da təhlil etmə mərhələsidir. Dəfələrlə qeyd etmişəm. Bir daha deyim ki, yanınızda qalsın. Analiz edərək, təhlil edərək ən səmərəlini seçiriksə, bu təhlil etmə mərhələsidir. Növbəti suala baxaq. Deməli, növbəti sual burada klaviatura səhvi var. Üzrlə hesab eləyin. Müəllim fəza fiqurları mövzusunu tədris edir. Şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə əşya düzəltsinlər. Bu situasiyadakı idraki sahənin hansı mərhələsindən istifadə olunmuşdu? Deməli, fəza fiqurları mövzusunu tədris edir müəllim. Şagirdlərə tapşırıq olaraq da parkların birində fiqurlardan əşya düzəltmək. Olmayacaq bir şey hazırlamaq, yeni bir şey ortaya çıxartmaq, təbii ki, yaratmaq mərhələsidir. Növbəti suala baxaq. Deməli, sual belədir. Bir həftəlik məktəb büfetinin yemək menyusunu hazırlayın. Bu menyu həm sağlamlığa, həm də bütçəyə uyğun olsun. Verilmiş situasiyada inteqrasiyanın növünü müəyyənləşdirin. Deməli, bir həftəlik məktəb büfetinin menyusu hazırlanacaq. Həm sağlamlığa, həm də bütçəyə uyğun olmalıdır. Fikir veririk, sağlamlıq deyəndə fənlər arası inteqrasiyadan söhbət gedir. Biologiya fəni, bütçəyə uyğun aparılacaqsa, hesablanma olacaqsa, burada da riyaziyyat var. Deməli, fənlər arası inteqrasiyada. Bəzən düşünə bilərsiniz ki, fən üstü inteqrasiyada olsun. Xeyr, fən üstü inteqrasiya yoxdur burada. Çünki yeni qaydaya əsasən demişik ki, hər hansı bir hərəkət yoxdursa, olduğumuz yerdən başqa bir yerə getmək yoxdursa, burada fən üstü inteqrasiyadan söhbət gedə bilməz. Sadəcə oturduğumuz yerdə burada bir menyu hazırlayırıq. Harasa getmirik, hər hansı bir hərəkəti icra etmirik. Ona görə olacaq nə? Fənlər arası inteqrasiya. Bu qədər müəllimlər. Sağ olun, özünüzə yaxşı baxın.